Heydər Əliyev Fondunun layihəsi çərçivəsində istedadlı müğənni orqanizmin funksiyalarının 61-80% pozulmasına görə gözdən əlilliyi olan Səməd Novruzov İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib. İfaçı bu təhsil ocağının tarixində ilk dəfə olaraq İtaliyanın tarixi memarlıq binası Santo Stefano al Ponte muzeyində 2 dəfə konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə mən İtaliyada təhsil aldım. Bu mənim üçün çox böyük bir qürur hissi idi və karyeramdakı hədəfim ölkəmi hər yerdə uğurla təmsil etməkdir və Azərbaycanımızın klassik vokal məktəbini yaşatmaqdır. Katedrale della Immagine, bəli. Mən orada çıxış eləmişəm, 2 dəfə solo konsert vermişəm və tanınmış soprano Chiara Panacci də mənim duet ortağım oldu, mənim öz solo nömrələrim oldu və bu mənim üçün gözlənilməz təklif idi. Hətta ilk konserti verdikdən sonra ikinci konsertdən əvvəl tamaşaçılar bilet alarkən digər kiminsə konsertinə və yaxud hansısa bir konsertə mənim adımı soruşublar. Yəni bu mənim üçün böyük bir uğurdur ki, yəni mən İtaliya tələbələr qala-qala mən getdim orada, yəni Azərbaycanlı bir tələbə ölkəmizi yəni uğurla təmsil edim. Orada mənə solo konsert təklif etdilər. Bu hissi mən sözlə tam belə açıq, aydın ifadə edə bilmərəm. Qeyd edək ki, uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən Səməd Novruzov hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsidir. O, 2024-cü ildən mərkəzdə təlimçi vəzifəsində çalışır və mərkəzin konsert proqramlarında müxtəlif tədbir və layihələrdə fəal iştirak edir.